Salam aleykum, hər vaxtınız xeyir olsun inşallah. Necəsiz mənim əzizlərim? Gözəl, möhtəşəm bir mövzu ilə gəlmişəm sizin qarşınıza. İnşallah buna qulaq asarsınız və feyziyab olarsınız. Mövzu nədən ibarətdir? İnsan nə edə bilər ki, özünü tanıya, özünü əldə edə. İnsan bütün pisliklərdən, bütün problemlərdən yalnız özünü tanımaqla mübarizə edə bilər. Bismillahirrahmanirrahim. Özünə güvən əldə etməyin yollarını mən sizə açıqlayacağım. İlk növbədə özümüzə gəlmək üçün özümüzü tanımalıyıq. Özümüzü tapmasaq, özümüzə gələ bilməzik. Özümüzə gələ bilmərik. Bir insan özünə gəlməyi üçün özünü tapmağı lazımdır. Gəlin özümüzü tapaq. Yəni biz özümüzü itirmişik ki, tapaq. Bəli, özümüzü itirmişik. Bir gözəl kəlam var dinimizdə. Demək, hər kəs özünü tanısa, Rəbbini tanıyar. Yəni Allahını tanıyar. Çünki biz özümüz ilahidir. Yəni necə ilahidən gəlmişik. İlahinin bir parçasıyıq. Biz hamımız Allahın bir parçasıyıq. Biz müqəddəsiyik, biz pak və pakizəyik. Biz puzzle'ın hissələri kimi Allahın bir hissəsiyik. Sizə qəribə gələr ki, bu nə danışır? Bu mənim parantez içində olan fikirlərimdir. Amma həqiqət belədir. İslam dinində də belədir. Baxın, günəşin nuru gəlir otağımıza düşür. O günəşin nuru, günəşin bir hissəsidir ya yox? Bəli, günəşin bir hissəsidir. Amma o günəşin özüdür ya yox? Xeyr, o günəşin özü deyil. Çünki günəş yuxarıdadır. Gəlin belə qısaca izah edim. Təsəvvür edin ki, əlimdəki bu stəkanda su var. Deyək ki, bu stəkandakı suyun mənbəyi Gəncə çayının suyudur. Məsəl çəkək. Gəncə çayının suyudur. Düzdür? Bu çayın suyudur. Bəli, Gəncə çayının suyudur. Amma Gəncə çayının özüdür. Əlbəttə ki, xeyr. Çünki çay bilirik ki, Gəncənin ətrafındadır. Yəni, stəkanın içində ola bilməz. Yəni, burada nə gəlir? Bu stəkandakı su Gəncə çayının bir hissəsidir. Düzdürmü? Biz hamımız Allahın bir parçasıyıq. Yəni bir hissəsiyik. Allah buyurur, mən insana öz ruhumdan üfürdüm. Öz ruhumdan üfürdüm. Fikir verin. Ayədə demir ki, mən insana öz nəfəsimdən üfürdüm. Yəni burada havadan danışmır. Hava və nəfəs bizim hissəmiz və ya parçamız deyil. Amma Allah deyir, öz ruhumdan üfürdüm. Mənim ruhumun bir parçasıdır və ya bir hissəsidir bu insan. Yəni sən də, mən də ilahiyik. Yəni Allahın bir hissəsiyik. Müqəddəsik.
Pak və pakizəyik. Onun, yəni Allahın bir hissəsiyik. Bu bizim özəyimizdir və əslimizdir. Allah Teala Adəm Peyğəmbəri və Həvvanı eyni torpaqdan yaratdı. İkisinə də eyni zamanda yaratdı. İkisinə də öz ruhundan üfürdü. Nə Adəmin Həvvadan, nə də ki Həvvadan Adəmə bir üstünlüyü olmadı. Bəli, Həvva daha çox ilahi xüsusiyyətlərə malikdir bir qadın olaraq. Daha çox Allahlaşa bilir. Daha çox müqəddəsləşməyə potensialı var. Bəli, bu dəqiqdir. Xanım Allaha daha çox oxşayır. İmam Kazım əleyhissalamın dediyi kimi, qadın Allaha daha yaxındır. Onun incəliyi ilahi incəliyə bənzəyir. Eləcə də Allah qadına daha çox potensial qoyub. Daha çox üstünlük qoyub. Yəni özünə çox bənzədib qadını. Qadın Allaha bənzəyir. Allah da qadına. Düşünməyin burada. Cinsiyyət söhbətini düşünməyin. İncəlik olaraq düşünün. Analıq olaraq düşünün. Biz ilahiyik. Necə deyirlər? İnna lillah və inna ilahi raciun. Hamımız Allahın parçasıyıq və hamımız o puzzla birləşməliyik. Yəni, hamımız ilahiləşməliyik. Allah Adəm ilə Həvvaya öz ruhundan üfürdü. Yəni 99 adını verdi. Adəm ilə Həvvaya 99 adını verdi. Allah Teala 99 adını Allah Teala 99 ad deməkdir. Ən gözəl adlar, ən əsas olan adlar. Bunu verdi Adəm ilə Həvvaya. Amma buna görə də səzdə etmədikdə şeytan Allah şeytanın bu hərəkətini qəbul etmədi. Çünki şeytan bilincli idi və bilincli şəkildə, yəni düşünülmüş şəkildə səzdə eləmədi. Amma mələklər əvvəlcə onlar da qəbul eləmədilər. Yəni mələklər də əvvəl qəbul eləmədilər. Dedilər, yox, biz səcdə etmək istəmirik Adəmə. Allah mələklərə soruşdu ki, niyə belə düşünürsünüz? Mələklər dedilər ki, axı sən qan tökən bir məxluq yaradırsan. Biz subuhun quddusuq, yəni nə? Pak və müqəddəs olmaq deməkdir. Subuhun quddus. Sənin iki sifətinin xüsusiyyəti bizlərdə var. Mələklər deyir, sənə ibadət edirik, səni tərifləyirik və səni dərk edirik. Allah Adəm ilə Həvvaya deyəndə ki, adları qeyd elə və denən mələklər başa düşdülər ki, yəni insan Allahın 99 adını, sifətini özündə canlandırır, inkişaf etdirir, ilahiləşir və Allahın zatında seyir etdirə bilir. İnsan belə bir potensiala malik olan bir varlıqdır. Necə deyir Allah? Qaçın mənə sarı. Siqbətullah. Yəni Allahın rənginə boyanır. Bəli, reallıq da budur. Biz qəbul etməsək də, etsək də, reallıq da budur. Allahlaşmaq, yəni ilahiləşmək üçün yaradıldıq
sonsuz Allaha bənzəmək üçün, Allahın rənginə boyanmaq üçün, sonsuz insan yaradıldı. Məhz Allahın rənginə boyanmaq üçün. Uçsuz, bucaqsız, əbədi olaraq ruhdur. İnsan vücudu deyil ki, əbədi ruhdur. Necə deyir ki, bu dünya var və axirət var. Bu dünyada cismimizdir, axirətdə ruhumuz. Yəni biz əbədiyik. Əzlən, şeytan Allaha itaət etmədi, düzdür. İnsana səcdə etmədi. Şeytan nəyin simvoludur? Allahın tam əksinin simvoludur. Allahda 99 adlar var. Ən gözəl adlar. Empatiya, rəhmət, mərhəmət, ruzi verən, bədi, ixtira edən, yaradan, xaliq, həyat, şəfa verən, şükür sahibi və s. Bunların əksi nədir? Əlbəttə ki, şeytandır. Bunların əksi şeytandır. Harada rəhmət yoxdur, orada qəzəb var. Harada bağışlanma yoxdur, orada kin var. Harada şəfqət yoxdur, orada anlaşılmamazlıq var, dikbaşlılıq var və s. Deməli, şeytan Allahın tam əksidir, yəni ziddidir. Nə deməkdir? Yəni şeytan bizim tam əksimizdir. Bu xüsusiyyətlər bizim tam əksimizdir. Özümüzü tapmaq üçün bu biri xüsusiyyətləri əldə etməliyik. Nəinki şeytanla, Allahın xüsusiyyətlərini əldə etməliyik. Buna diqqətli olun. Çünki özümüz tam ilahiyik. Yəni Allahın bir parçasıyıq. İndi insan qalıb ortada. Nə qədər Allaha yaxınlaşarsa, namazda nə deyirik? Qürbətən ilərlə. Bir o qədər güclənir. Allahın həyat sifətini özündə canlandırır. Və nə qədər Allahdan uzaqlaşırsa, şeytana yaxınlaşırsa, bir o qədər şeytanın sifətləri özündə gücləndirir. Və şeytanın oddan olan cəhənnəminə yaxınlaşır. Həyat insana zəhər-zəhərmar olur. Həm o dünyada, həm bu dünyada. Məsələ budur ki, biz bu dünyada həyat, yəni əldə etmək üçün Allahın sevdiyi sifətlərə yaxınlaşmalıyıq. Şeytanın sifətlərindən uzaq qalmalıyıq. Bəli, İslam psixologiyasında da eynən bunu deyir. Və bundan qeyri bir şey demir. Səni həyata çağırır və yollarını deyir. Elm olaraq araşdırır, formalarını deyir və ixtisaslaşmış formada sənin qarşında olur. Özümüzü tapmalıyıq. İtirdiyimiz özümüzü. Biz özümüzü ilahiləşdirməliyik. Bütün peyğəmbərlər, bütün imamlar, bütün evliyalar hamısı bunun üçün gəlib ki, bizi özümüzə xatırlada və bizi ilahiləşdirə. Gəlin maddi və mənəvi olaraq bu dünyaya gəldiyimiz zamandan başımıza nələr gəlir? Bir ona baxaq. Bizi özümüzü unutduran nə olur? Bilirik ki, bir cismimiz var, təbiətə bağlıdır. Bir ruhumuz var, fitrətə, yəni
mənəviyyata bağlıdır. Cismimiz bizi təbiətə doğru çəkir, ruhumuz bizi mənəviyyata, fitrətə, ilahiliyə doğru çəkir. Amma bizim təkcə rəqibimiz şeytan deyil. Dində də var şeytan və onun dostları. Nədir şeytanla olan qeyrisi? Düşmən. Bizi 3 səbəb özümüzdən ayırır. Birincisi, böyüdüyümüz ailə, yəni gözəl atamız, gözəl anamız və valideynlərimiz bilmədikləri üçün yanlış yöntəm, diqqət eləyin, yanlış yöntəm seçdikləri üçün, özləri həyatı dərk edə bilmədikləri üçün, müəyyən səbəblərdən bizim özümüzü itirməyimizə səbəb olur. İkinci, qlobal dünyadakı, yəni indiki vaxtı nəzərdə tuturam, mənim keçmişlə gələcəklə işim yox. Qloballaşma adı altında dünyada mövcud kapitalizm mədəniyyəti bizi bizdən oğurluyur. Mən burada dini cəhətdən danışmıram. Bir psixoloji sahədə söhbət açıram. Üçüncü, böyüdüyümüz cəmiyyətdə, çevrədə, sosial, dırnaq altında deyim ki, dəyərlər bizi bizdən oğruyur. Biz atamızın nütvəsi ilə, bağışlayın, yəni sperması ilə gəlirik ananın bətnində, yumurtalıqda birləşirik. O nöqtə oraya düşdüyü andan etibarən, yəni döllənəndən etibarən, bir qısa müddət sonra o neyronlar yaranır. Yəni neyron nədir? Bizim beynimizin aktiv hücresi olur. Yəni yaddaşı olur. Bu yaddaş təsvirlə olan yaddaş deyil. Məsələn, məni burada canlı yayımda görürsünüz. Bu görüntü yaddaşınız var deməkdir. Əlbəttə bu təsvir yaddaşı deyil. Məsələn, yadınıza salırsınız. Falan kəs belə dedi, belə oldu. Bu da deyil. Təsvirlə olan yaddaş deyil. Bu yaddaş duyğusu. Bu yaddaş duyğu yaddaşıdır. Və hafizə duyğu hafizəsidir. Duyğu hafizəsi nə duyğularım varsa, nə hisslərim varsa, onları yadda saxlayır. Duyğu hafizəsi, təsviri, yəni görüntüsü olmur. Amma yaddaşı var. O duyğuları haradan alır? Təbii ki, ananın bətninə düşən qısa müddət sonra ana nə hiss edirsə, o bədəndəki övladı da onu hiss edir. Eyni ilə balaca nöqtə, o neyron onu mənimsəyir və hiss edir. Gəlin bu övlad, gəlir bu övlad 4-cü həftəliyinə. 4-cü həftədə artıq atasının səsini kənardan, başqalarının səsindən ayırır. Fikir verin. Atanın davranışı, rəftarı, anaya rəftarı, anaya toxunuşları və s. Bunları anlayır. Yəni bildiyimiz kimi, bu balaca çuqqulu uşaq xəbəri var və bilir ki, evdə nə baş verir. Mənim aləm bunlardır deyir. Bunlar nə hiss edirlər, bunların nə dəyərləri var. Gözü, burnu, qulağı eşitməsə də, duyğu ilə bütün duyğuları alır. Gəlir 8-ci ayına. 8-ci ayında bunun, yəni uşağın
beynində neyronlar çoxalır. Yüksək miqdarda neyron var ki, hesablayanda deyirlər 1 trilyon qədər olur. Bu neyronlar arasında sinapslar var. Sinir hüceyrələrinin digər neyronlara, yəni əzəllərə, vəzlərə və sair yerlərə mesaj ötürməsinə imkan yaradan xüsusi qovşaqlar var. Ən əsasda bu neyronların arasında bunların qidalandırıcı yolunu oynayır. Bir dənə ağacın kökləri kimi. Həmin ağac kökündən alır suyunu və başqa qidalarını. 8 aylıq körpə də 1 trilyon olur. Amma indi adi halda 15 minə qədər bizim beynimizdə neyronlar azalır. Yəni təsəvvür eləyin ki, 15 min hara, 1 trilyon hara. Niyə azalıb? Beynindəki bu sinaptik əlaqələr nə qədər tez-tez istifadə olunursa, bir o qədər güclənəcək. İstifadə olunmasa, aradan qalxacaq. Yəni bunu istifadə olunması üçün qidası nədir? Çöldə bizim neyronlarımız olanda biz həyat oluruq, bacarıqlı oluruq, yaşayırıq, həyat eşqimiz artır. Və nə qədər istəyirsən, məmnun olursan. Yaxşı, bu neyronların qatili nədir? Bu sinapları məhv edən nədir? Onların arasındakı qovşaqları inkişaf etdirməyən nədir? Çünki o qovşaqlar olmasa, onları qidalandıran o sinapslar olmasa, bu neyronlar öləcək. Yəni məhv olacaq. Nədir bunların qidalandırasını? 3 dənə səbəbdir. Birinci, sevgi, yəni fiziki sevgi. İkinci, empatiya, yəni anlaşılmaq. Üçüncü, qorumaq, yəni himayə etmək. İndi mən sizdən soruşuram, sual edirəm. Bir uşaq ki, ana bətnindədir, ana nə hissə, onu hiss edəcək. Bu uşaq fiziki sevgini, empatiya anlayışı və qorunmanı hardan ala bilər? Əlbəttə ki, onundan. Ata gərək bu hissləri anaya verməlidir ki, ana da bu hissləri hiss etməlidir ki, və uşağı avtomatik olaraq bu duyğuları hiss etməlidir. Yəni, ata anaya fiziki sevgi göstərməlidir. Qayğı göstərməlidir. Nazını çəkməlidir, öpməlidir, qucaqlamalıdır, saçını oxşamalıdır, onu prenses etməlidir, başına dolanmalıdır. Və qadın özünü xoşbəxt hiss etməlidir. Beləliklə, qadın, nə dedik? Qadına anlayış göstərməyin ən yüksək həddi, qadını anlayan, yəni Allahını anlamaq deməkdir. Kişinin Allaha gedən yolu qadını dərk etməkdən gəlir. Çünki qadın min Allahdır. Allaha daha çox oxşayır. Normal qadından bəhs edirəm, travmalı qadından danışmıram. İndi deyəcəksiniz ki, deyirsən, qadın Allaha oxşuyur. Bir tərəfdən də deyirsən ki, Allah mərhəmətlidir. Allahda qəzəb yoxdur. Qəzəb Allahdan uzaqlıqdan yaranır. Bəli, bunu demişik, bəli. Allahda qəzəb yoxdur. Səriul iqabdır. Allah, amma onun zatı xüsusiyyətləri deyil, məna olaraq bizə başa salır.
Deyir ki, sən bu rəhmətdən, bu nurdan uzaqlaşsan, tez zülmətə düşərsən. Ağ paltarın üzərinə ləkə gəlir. Necə ağ paltarın üzərinə tez ləkə gələrsə, Allah sənə qəzəb etməyəcək. Allah səni cəzalandırmayacaq. Allah zaten tez əsəbləşən deyil ki, bizi tez cəzalandırsın. Allah Taala'dan uzaq düşərək özümüzü avtomatik cəzalandırmış oluruq. Özümüz avtomatik o cəzaya düşmüş oluruq. Burada sual yanar. Bəs niyə deyirsiniz ki, ustad belədir? Mən qadın tanıyıram ki, oyun qalmır çıxar da, dava qalmır eləyə, müsibət qalmır eləyir, özündən çıxır. Baxın, burada nəzər yetirin. Mən normal bir qadından söhbət açıram. Allaha bənzədiyini deyirəm. Travma almış qadını deyil. Yaradılışdan bəhs edirəm. Yəni o incəlik, o romantiklik, o alilik, o gözəllik ona görə deyir ki, cənnət onların ayaqlarının altından başlayır. Bir dənə dağın zirvəsinə diqqət edin. Qadın zirvədə, kişi isə uçurumda. Kişi gərək aşağıdan yuxarı gələ-gələ qadını o qədər dərk edə ki, o qədər onunla ruhunu incəlləşdirə, o qədər ruhunu mənəvi edə ki, çünki qadın lətifdir. Allahın bir adı da lətifdir. Lətif, lütfkar demək deyil. Lətif incə deməkdir. O qədər gərək incəlik göstərək ki, o ruhları dərk eləyək. Ali cənab, duyğuların incəliyi olmalıdır. Hər halda kişi qadına bunları verdiyi zaman, qadını dərk etdiyi zaman, qadın hamilə olduğu zaman, özü istəyirəm, kişi sperması bətninə düşür, qadın immun sistemi qayıdır, deyir ki, nə? Burada bir təhlükə var. Bu yad cisimdir, yad maniyyədir, gəlib daxil oldu. Bu nəsə varsa, gedim bunu öldürməliyəm. İmmun sistemi möhkəm şəkildə gəlir, mübarizə aparır və öldürə bilmir. Bu Allahın lütfüdür da və geri qayıdır. 9 ay müddətində, diqqətli olun ha, 9 ay müddətində qadının beyni Allah bullaq olur. Yəni qarışır bir-birinə. Depressiv hallar, duyğuları oynayır yerindən, hormonların alt üst olması da var ki, axıra qədər qadın özündə olmur. Çox duyğular dəyişkən olur. Kişi gərək bunu dərk eləyə. Empatiyası olmalıdır. Bir kişi ilə bir qadının birləşməyi, əsl ər-arvad olmağı hamilə vaxtındandır. Onda bilinir ki, qadın bu mənim həm ərim oldu, həm də ata olacaq. Bu məndən həyatdadır. Üçüncüsü gəldi. Üçüncüsü nədir? Yəni qorumaq. Qorumaq nədir? Yəni təhqir etməmək. Qadını alçatmamaq, qadına əl qaldırmamaq, vurmamaq, incitməmək, qadını qoruyur həm özündən, həm də başqalarından. Kişidən qadına ziyan gəlməməlidir. Bu 3 səbəbi alsa, bu uşaq ana bətnində
Ana alır kişidən, uşaq da anadır. Və o neyronlar ölmür. Kişi qatil olmur. Kişi bəzən təkcə qadını yox, övladının da qatil ola bilir. Bilmədən, cahillikdən, başa düşməməkdən anlamayıblar, görməyiblər. Kimsə bunları öyrətməyib. Tamamilə əksinə öyrədiblər. Əgər bu 3 səbəb olmasa, 18 dənə duyğularında problem olur. Bunlardan hansısını da alır. Hansısa birisini alır. Yaxşı, dedik bu uşaq gəldi dünyaya 0 yaşında. 6 yaşına qədər ən böyük vəzifə düşür atanın üzərinə yenə. Ata davam etməlidir. Nəyə görə? Birinci vəzifəsidir. Ərlik vəzifəsidir. Bu sevgisini, empatiyanı, bu qorunmanı versin xanımı. İkinci, atalıq vəzifəsidir. Bu sevgini, bu empatiyanı, bu qorunmağı versin həm xanımına, həm evladına. Ananın da vəzifəsidir ki, bu sevgini, bu empatiyanı, bu qorunmağı versin evladına. 0 yaşdan 6 yaşına qədər, psixologiyada 7 yaşına qədər. Hz. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, uşaq sizin sultanınızdır. Sultana nə edərlər? Sevgi, məhəbbət göstərərlər, nazı ilə oynayarlar, əsəbi olmazlar, dava etməzlər, danlamazlar, müqayisə etməzlər və bu kimi hərəkətlər. Əgər bunları eləsək, o uşaq, yəni bu dediklərimin əksini eləsək, bu uşaq travma alır. Biz analar və atalar uşağa sevgi göstərməliyik. Uşağın nazı ilə oynamalıyıq. Əsasən də bu hərəkətləri, bu evlada sevgi, məhəbbət göstərməyi ən çox anada mən görürəm. Ümumi deyirəm. Ata isə soyuq davranır. Sevələyib nəvaziş etmək yerinə onu 1 saat, o uşağı 1 saat, gündə 1 saat aparıb onunla vaxt keçirmək yerinə soyuqlaşır. Amma anada laqeyd yanaşmamalıdır. Bunlar oynayan zaman, məsələ ata ilə uşaq evdə oynayırlar. Ay evi təmizləmişəm, bulamayın, dağıtmayın. Bu kimi iradlar olmamalıdır. Burada uşaq gələcəyə hazırlanır. Bir uşağı kamil hazırlaşdırmaq istəyirsinizsə, mütləq bu dediklərimə riayət edin. Mən də çalışdığım qədər riayət edirəm. Oğlum var, mənim də bir oğlum var. Allah bütün balaları sağ-salamat eləsin. Amma özümüzü tanımalıyıq. Özümüzü tanımaq da Allahı tanımaqdan geçir. Özümüzü tanıdıqsa Allahı da tanıyacaq. Necə bizi yaradıb, necə bizə ruh ötürüb, ruhundan üfürüb, necə bizi təşminləşdirib. İnsanın sxemasına bələd olsaz, insanın sxemasını bilsəz ki, Allah necə insanda sxema yığıbdır. Vallah, bir dəqiqənizi də itirməzsiniz ki, mən Allahın huzurunda qalım. İtirməzsiniz o şansı. Pastayan elə ibadətdə, itaətdə, Allahın dediklərini etməkdə olarsınız. Əzlər, bugünkü mövzu budur. İnşallah sabah da davam edəcəm. İndən sonra mövzular qoyacam Allahın izni ilə. Siz də bəhrəmənd olun, siz də görün. Yəni burada biz insanları tək dua ilə yox, psixoloji, İslam psixologiyasından da müalicə edirik. İnşallah kimlər də istəsə buyursunlar.
başımın, gözümün üstündə yeriniz var. Amma çalışın ki, öz dəyərinizi bilin. Özünüzü tapın, mənim əzizlərim. Çox sağ olun, gələn görüşlərə dək.